Pərvin müəllim, gəlin diqqət edək. Biz ümumdaxili məhsulun həcmi 835,5 milyon manat həcmində olubdur və burada önəmli sahə yenə sənayenin üzərinə düşür və sənayenin də təbii ki, tərkib hissələri vardır. Eyni zamanda ümumdaxili məhsulun tərkib hissələri vardır. Mən istərdim elə həmin sahələri qeyd edək. Bugün əsasən hansı sahələr hesabına ümumdaxili məhsul bu qədər artımla müşahidə olunur? Bəli, Nicat müəllim, ilkin olaraq mən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin fəaliyyətindən qısaca olaraq məlumat vermək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi Muxtar Respublikanın sosial, iqtisadi və demoqrafik vəziyyətinə dair artan yekunla hər ay statistik məruzə hazırlayır və məlumat istifadəçilərinə təqdim olunur. Və bu statistik məruzə də həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin elektron saytına da yerləşdirilir ki, və digər istifadəçilər də bu məlumatlardan istifadə edə bilsin. Bu statistik məruzələrdə isə Naxçıvan Muxtar Respublikasının makroiqtisadi göstəriciləri olsun, burada real artımlar olsun və digər göstəricilər olan demoqrafik vəziyyətlə bağlı, ekoloji vəziyyətlə bağlı və digər sahələrdə olan məlumatlar da burada öz aktuallığını gözləyir. Və həmçinin mən icazə versəniz qeyd etmək istəyirəm, ümumdaxili məhsulun mahiyyəti haqqında da məlumat vermək istəyirəm ki, ümumdaxili məhsul dedikdə verilmiş zamanda müəyyən ərazi vahidində istehsal edilmiş əmtəə və xidmətlərin dəyəri ilə ölçülür və ümumdaxili məhsul hesablanarkən rezident vahidlərin iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edir və istehsal edilən məhsulların və xidmətlərin dəyərindən istehsal prosesində sərf edilmiş aralıq məhsul çıxılmaqla əldə edilən əlavə dəyərin üzərindən məhsula və idxala xalis vergilər əlavə edilməklə hesablanır. Və qeyd etdiyiniz kimi, cari ilin yanvar-iyun aylarında Muxtar Respublikada bəli 835 milyon 500 manatlıq ümumdaxili məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrlə müqayisədə 2,5% artmışdır. Və mən sizə həmçinin ümumdaxili məhsulun sahə strukturuna nəzər salmaq istəyirəm ki, ümumdaxili məhsulun 26,8% məhsul istehsalı sahələrində yaradılmış əlavə dəyərdən, 62,4% xidmət sahələrində yaradılmış əlavə dəyərdən, 10,8% isə məhsul və idxala xalis vergilərdən formalaşmışdır. Və məhsul istehsalı sahələri qeyd etdikdə, burada ən yuxarı paya sənaye sahəsi mal işçi 11,5%lik payı vardır. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 9,3%, tikinti sahəsində isə 6%lik paya malikdir. Və ümumdaxili məhsulda məhsul buraxılışı sahəsi çox mühüm əhəmiyyətə malikdir və siz də həmçinin qeyd elədiniz ki, sənaye sahəsində cari ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrlə müqayisədə 3,2%lik artım qeydə alınmışdır. Və onu da qeyd etmək istəyirəm ki, statistik məlumatlar hazırlanarkən elmi metodologiyaya və beynəlxalq standartlara uyğun olaraq hazırlanır. Və sənaye məhsulu istehsalı dedikdə, Muxtar Respublikada sənaye əsas fəaliyyəti sənaye olan müəssisələrin və onların ayrı-ayrı xüsusi bölmələrinin, həmçinin hüquqi şəxs kimi qeydiyyatdan keçməyən fərdi sahibkarların, habelə bu sahədə fəaliyyət göstərən ev təsərrüfatlarında satış məqsədi ilə istehsal edilmiş sənaye məhsullarının və sənaye xarakterli xidmətlərin dəyəri ilə ölçülür. Və cari ilin yanvar-iyun aylarında Muxtar Respublikada 275 milyon 908 min 700 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, və bunun da mülkiyyət növləri üzrə nəzərə saldıqda 16,3% dövlət sektorunun, 83,7% isə qeyri-dövlət sektorunun payına düşmüşdür. Və ümumi sənaye məhsulu istehsalının da həmçinin 12,1% sənaye xarakterli xidmətlərin payına düşmüşdür, 87,9% isə sənaye mallarının istehsalına üzərinə düşmüşdür. Və bunu da qeyd edilir ki, iqtisadi fəaliyyət sahələrinə nəzərdə saldıqda 21 seksiya üzrə iqtisadi fəaliyyət sahələri bölünür ki, bunun da sırf 4 sahəsi sənaye üzrə formalaşmışdır. Və sənaye də özlüyündə mədən çıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, həmçinin də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarına bölünmüşdür. Və qeyd etdiyimiz 275 milyon 908 min 700 manatlıq vəsait qoyuluşunun da 0,1% mədən çıxarma sənayesinin, 82,9% emal sənayesinin, 15,4% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun, 1,6% isə su təchizatı və tullantıların təmizlənməsi və emalı sektorunun payına düşmüşdür. Və burada hər bir yarım alt fəaliyyət sahəsi üzrə
Sənaye məhsulunda xüsusi çəki nəzər salsaq, emal sənayesi və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru ümumilikdə sənaye məhsulunun təqribən 98%-dən yuxarı hissəsi bu iki sahənin payına düşür və cari ilin yanvar-iyun aylarında da ötən illə müqayisədə emal sənayesi 2.8%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda isə 6.7%-li artım müşahidə olunmuşdur. Və bu artımlar isə ümumilikdə sənaye məhsulu istehsalının 3.2% artmasını təmin etmişdir.